Son vaxtlar Bakı təşəbbüs qrupu yaradılıb. Bakı təşəbbüs qrupu Fransanın müstəmləkəçiliyində olan xalqlara azadlığına dəstək verir. Hindistanla bağlı son vaxtlar müəyyən tədbirlər keçirilir, oradakı xalqların azadlığına dəstək verilir. Rusiya ərazisində kifayət qədər türk xalqları yaşayır. Biz niyə Rusiyada yaşayan türk xalqlarının azadlığına, müstəqilliyinə dəstək verməyək, onlar hansısa formada dəstəkləməyək? Bəlkə belə olsa Rusiya üçün biraz çəkindirici faktor olar. Bu alternativlərdən biridir. Əgər vəziyyət bu həddə gəlsə ki, Rusiyanın təhdidləri artarsa, bu cür açıqlamalar sayı artarsa, bu haqda da düşünməli. Amma bunun əks effekti də ola bilər. Onu da düşünməyə məcburiyyətlidir. 90-cı illərin əvvəllərini xatırladım. Azərbaycan şimal və cənub bölgələrində bizə problemlər yaratmaq istəyir. İranla Rusiya birgə. Müxtəlif separatist təşkilatlar da formalaşdı. Biz onların hamısının qarşısını aldıq. Yəni, o cür fəaliyyətlərə yenə də Rusiyada baş vurmaq istəyənlər tapıla bilər. Amma yenə də Bakı təşəbbüs qrupu, yəni bu alternativi biz düşünməliyik. Əgər Fransanın kolonial siyasətinə qarşı çıxırıqsa, əgər Hindistanın kiçik xalqlara etdiyi zülmü biz o Bakı təşəbbüs qrupu vurğulanırsa, niyə də olmasın Rusiya? Niyə öz canımızdan, qanımızda olan türk xalqlarına dəstək verməyək? Bunu mən belə başa düşürəm ki, hansısa, məsələn, Bakı təşəbbüs qrupu hələ bir toplantı keçirmədən bir bəyanat da qəbul edə bilər. Ki, bizim mesajımız olar, Solovyov və Dugin varsa Moskva. Bizim əlimizdə də belə alət var, bizi məcbur eləməm buna. Amma çox həddini aşsan, biz məsələləri müzakirəyə də çıxara bilərik. Birinci, bir xəbərdar edici bir hansısa açıqlama, bəyanat və hansısa bir sizin kimi jurnalistlər, ekspertdən bir ümumi bir bəyanat açıqlaması. Baxın, bizim belə bir qrupumuz var. Rusiyada da biz kiçik xalqlara, türk xalqlarına verilən zülmdən xəbərdarıq. Tataristanda bəzən səslər eşidirik, Başqırtistanda, Çeçenistanda, Dağıstan özündə. Biz hələ ki qarışmırıq, amma siz həddini aşsaz, yəni bunu əlbəttə dili seçilməlidir, necə yazılır. Amma belə bir xəbərdarlıq mesajı ola bilər, toplantı keçirilmədən öncə ki, özlərini yığışdırsınlar. Bu ciddi mesaj olar. Bəli. Hər halda bizim Rusiyanın daxilində türk xalqlarına dəstək vermək üçün gücümüz, imkanımız da var. Kifayət qədər bizi eşidən qüvvələr də var. Mən tez-tez eşidirəm bu barədə. Məsələn, Dağıstanda yaşayan Azərbaycanlılar, Rusiyanın müxtəlif regionlarında yaşayan türklər lider kimi İlham Əliyevi qəbul edirlər, bizim prezidentimiz.